Gəlin bugün bəşər tarixinin ən qaranlıq, ən mürəkkəb dövrlərindən birinə səyahət edək. İkinci Dünya Müharibəsi. Bu müharibə təkcə sərhədləri yox, bütün insanlığın taleyini dəyişdi. Və biz bugün təkcə böyük strategiyalara, tarixlərə və generalların qərarlarına baxmayacağıq. Yox. Biz həm də o böyük rəqəmlərin arxasında gizlənən insan hekayələrinə, o dövrün dəhşətlərini yaşayanların fərdi faciələrinə baş vuracağıq. 70 milyon. Bir anlıq bu rəqəm haqqında düşünək. Bu sadəcə bir statistika deyil, bilirsiniz, bu 70 milyon yarımçıq qalmış həyat hekayəsi, 70 milyon puç olmuş arzu deməkdir. Müharibənin o inanılmaz miqyasını anlamaq üçün məncə ilk növbədə bu rəqəmin o soyuq ağırlığını hiss etməliyik. Çünki o rəqəmin içindəki hər bir əslində bir insanıdır, bir ailə idi, bir dünya idi. Baxın, o 70 milyonluq soyuq statistikadan bir anlıq bir əskərin dilindən çıxan bu tək cümləlik reallığa inirik. Bura yer üzündəki cəhənnəmdir. Bu bir neçə söz əslində müharibənin bütün o mürəkkəb strategiyalarını, siyasi oyunlarını bir anda üstündən xətt çəkib çılpaq həqiqəti ortaya qoyur.